Selamlar, yeni güne Bismillah dedik başladık. Bugün İsmail'lı tətilimizin ikinci günüdür. Oyandık, yerlərimizi yığmışıq, çiftli dəsmaları falan qoyduq qapının aşağı hissəsinə. Orada qoyduq, yüngül belə makyaj elədim. BB kremlə, Golden Rose'un qızlar BB kremi o qədər gözəldir, göstərəcəm sizə. Elə onu istifadə edirəm. Yadımdan çıxıb nəmləndirici gətirmədim. Elə tək onu istifadə elədim. Bu CC kremi, BB deyirəm. CC krem. Tərkibində günəş kremi də vardı, yəni 50 SPF. Çox qəşəngdir. Mən bunu Əcəmidə Golden Rose-dan almışam. Belə üzdə belə parlaq qalır və heç yəni pis görsənmir də. Aa, nə gözəl oldu bu saçı niyə belə taratdı? Baxın, aa, nə qəşəngdir. Nəsə baxın, gedək geyinək, səhər yeməyinə düşürük. Qapa, bura aralı qalsın da hava gəlsin, hə? Qoşmusan? Onu da bağladım. Heç sən çıxdıq qızlar. Bəy. Çıxdıq. Burada dəsmalları qoymuşuq. Çanta götürürəm, bir telefonu götürürəm, gedirik. Bu tərəfə yollanırıq səhər yeməyinə. Artıq o qədər gözəl qoxular gəlir ki, səhər yeməyində süperdə. Bura Sədəf restorandır. Açıq bufeti deyəsən, içində restoran gedirik. Demək qızlar, bu hissəni elə göstərmək istəyirəm ki, heç kəs görsənməsin də səhər yeməyində. Demək, baxın, pankek götürərik. Boldu səhər yeməklər bu arada. Bu da meyvələr. Demək qızlar, burada da varina çeşidləri, şor, pendir, süzmə, qaymaq, yağ, şokolad yağı, nə bilim, hər bir şey var. Pendirlər, cürbəcür kalbasalar, o tərəfdə yaşlı falan da var hətta. Yəni sağlam qidal olmaq istəyənlər üçün var hər bir şey. Daha hazır belə bağlar da var. Demək, xamaların növləri, süzmə, şor, qaymaq, pişmiş süd, qatlaşdırılmış süd. Sonra nə? Sizlər baxın, belə qəşəng səhər yeməyimiz. Şəkər var da burada, hə? Vardı. Qaşıq gətir, çay qaşığı. Səhər yeməyimiz qızlar belə götürdük. Çox qəşəngdir. Prosto cəmaatı narahat eləmək istəmirəm deyəndən çəkiliş çox eləmirəm burada. Belə ətrafı qəşəng göstərmək istəmirəm. Amma mənzərəmiz orada çox qəşəngdir, baxın. Güzel. Vlog paylaşmışam qızlar. Baxıram ki, bir xanım soruşur. Ümumiyyətlə mənə Instagramdan da yazanlar olur ki, belə, nə bilim, falan yerə getməyə dəyməz, bəhman yerə. Qızlar, təbii ki, bu düşüncə tərzidir. Mən hər kəsin düşüncəsinə hörmət edirəm. Amma bir şey deyim də, bu həyata bir dəfə gəlmişik. Mən bu şeyi düşünən insanım. Yəni, komfortu bilməm, buğa bürcüyəm deyə, ondan irəli gəlir. Ya nədən də bilmirəm. Mən, yəni, yaşamağı sevən insanam. Mən özüm üçün də, uşaqlarım üçün də. Nə qədər ki, o deyir, fürsət yaranırsa, o fürsəti dəyərləndirəm. Məsələn, adam var, o fürsətdə, məsəl üçün, əlinə 5 manat düşən kimi deyir, qoy qızıl alın boyunu, ay pis gün üçün, ay filan. Mən o insanlardan deyirəm. Məsəl üçün ki, ayda hər şeyi yığım, qızıl alaram, filan şey eləyərəm, bəhman. Mən o düşüncədə adam deyirəm. Mən bu gün uşaqlarımla bu gün yaşaya bilirəmsə, mən bilmirəm, qarşıda mənə nə gözləyir, yoldaşımın işi ilə bağlı, bəlkə yenə gedəcək, aylarla görməyəcək onu. Yəni, nə tər olacağını bilmirik də qızlar. Ona görə də mən düşünürəm ki, nə qədər vaxt var, deyir ki, nə qədər fürsət var, ailəmizlə, uşaqlarımızdan vaxt keçirir. Birazdan onsuz da onlar da böyüyəcək, öz yollarına gedəcəklər. Heç bizlə istirahətə çıxmaq istəməyəcəklər bəlkə də yox, çıxmaq istəyəcəklər, hər zaman bizim yanımızda olacaqlar, bilmirəm. Yəni, həyatın bizə nələr gətirəcəyini bilmirik. Yaxşı pis deyirəm, yəni tək pis şeylər düşünmürəm. Yaxşı şeylər də gətirə bilər, bəlkə elə bir işim olacaq ki, heç başımı qaşımağa vaxtım olmayacaq. Yəni, belə şeyləri düşünürəm, nə qədər ki, gəncik, nə qədər ki, canımızda can var, nə qədər ki, sağlıq problemimiz yoxdur, canımız sağdır, hər şey qaydasındadır, fürsətimiz var ki, ailəmizdən vaxt geçirək. Yəni, Allah hamısının canını sağ eləsin, yoldaşlarımızın da, özümüzün də nə qədər ki, fürsət var, bu fürsəti dəyərləndirməyə lazımdır. Olsun, yedim. Yeməyimizi yedik bu arada.
birinci partiya çay, ikinci partiya yox. Niyə düz deyil, İkinci partiya kofe istəmişəm. Belə qızlar, ümid edirəm ki, şeydir. Bir də mesela bir xanım yazıb mənim keçən bloguma oxsaz, birinci partiya yazıb ki, rayonumuzlarda mən bilən gedib rayonda evinizdə niyə dincəlmişsiniz? Birincisi bizim rayonda evimiz yoxdur qızlar. Yəni nə yoldaşımın, nə mənim yoxdur. Qohumlarımızın evləridir. Kimsə ki olsa belə, hər halda otellə öz evimizdə dincəlmək arasında yer göy qədər fərq var. Mən adi, Rasim biraz sakit, adi bir şey deyim. Adi Efraim evlərdə belə dincəlməyi mən dincəlməyi hesab eləmirəm. Mən pasiv dincəlməyi sevirəm və yoldaşım da. Düşündük, yəni gedək, oturaq, yeməyimizi hazırlayaq. Demirəm ki 10 gün, 20 gün, 3 günlük gəlmişik. 3 gün, 365 gün içərisində 3 gün nədir ki? Yəni bizim üçün yeri gələndə, yəni hamı üçün 3 gün dincəlmək, heç bir şey eləmədən, yemək pişirmədən, eləmədən məncə hər bir qadının haqqıdır. Odur ki, yəni boş şeylərdir, boş şeylərə fikir verdir. Yeməyimizi yedik. İndi gedəcəyik bugün Baskala gəzməyə. Instagramdan izləyicilərim deyir ki, bəs Baskalda gəzməyə yerlər var, gedək ora. İnşallah qızlar kilo almaram. Bu arada ən çox düşündüyüm odur. Bir də ən sevdiyim şey, otelin hər yerində bol-bol güzgü var. Gedək görək evə. Evə nədir? Otağımızda. Ay, oranın mənzərəsini sizə çəkim gərək. Otağa gəlmək səbəbim, ştativi götürürəm. Powerbank götürürəm. Powerbankı da götürdüm. Hələ təmizlik şirkəti gəlməyib. Şirkət nədir? Təmizlik gəlməyib. Beynim gedib. Nəysə. Çantamı götürdüm. Başqa nəsə mənə lazım deyil məncə. Açar da götürdüm. Qaçdıq. Gedək. Bu tərəfdə də qonaklamaq üçün koteclər var. Bu tərəfdə. Bulutlar nə gözəldir. Çökçü dağı nədir? Çökçü dağı. Böyle yapraklar var ha, onun içinde oluyor. Bir defa Demək qızlar, bura Baskaldır. Baskalda demək bu isə bu tərəfdə bazar var. Ora gedirik. Gedək baxaq görək. Yox, elə İvan. İvan yoxdur. Çay qızlar baxın. Oradan axır Baskal çayı. Sağ ol Rasim. Hiç bağlı oğlum. Git. Burada saxlamışıq. Belə yollarla gedirik. Maraqlı. Dambulu buralı. Bakın. çay. Dışta. Çay bu ata. Hakikaten. Bəs su vurun üzünə. Qəşəkdir. Ora ne yazılı? Ora ne yazılı? Biz Sufi. Oxuyursan ama. Biz sülhün tərəfdarıyıq və sülh üçün qoruyuruq. Sülh için yok, o sülh işini. Sülh işini. Ha. Maraqlı.
Bu ne sözdü? Kimse ölüb deyəsən. Buradan. Ha. Mütləq gül suyu alarıq qaydanda. Abbas. Ana. Hay can. Benim baş çəkdə. Yaxşıdan çəkmə qızlar. Yuxarı doğru gedirik. Bazar yuxarıdadır. Daha. Biz Lahaca gəlmişik də elə. Başka orada geçin. Lahaca. Buradan bak. Orada taş var ya. Çatı. Paskalda düşen Ömer'e nazar saldı. Özbeş hörgü. Daşından bir daşların arasına əsasən palıt ağzından taxta qarışıq, qurşaq. Burada bu. Var. Hörgüdə taxta Bizim kətdə bizim kətdə de şey. kətil deyirlər ona. Seismik belt. Bizim kətdə de. Sizin kətdə yok değil mi? Mənim öz əmim kənddə palçıq kəsirlər olar, palçıq kərpiçlər olur. Ancaq palçıq kəsənlər. Evet. Bax, Rasim məscid. De. Ha gördün. Okuyur bu. Ha, oxuyur. Azan oxuyur. İçine girer. İçi. Maçın içi olur ata. Ata. Biləm. Bunlara da. Bunlara baxın qızlar, nə qəşəngdir. Seramiklər. Paskal kələyğaları. Burada aksesuarlar var. Kocaman o fincanlar neçədir? Burada fincanlar var. Salam. Xoş gördük. Neçədir fincanlar var? Bu fincan. Neçədir bu? 15 gün. Yəni sadə tezdə olmayanlar 15 azarlı. Şeydir bu. Almışam. Eli bu ne? Bak. Ben bunu İçeri gibi. 15 bu. Sen yiyorum. Bakın başka bir. Buna bakın. Hiç yere götürdüm. Ne çantama. Hiç benzeriniz olsun. Bak burada. Yer düştü. Acaba Kızlar Pascal'da, Pascal Craft. Bakın böyle bir mağazadır. Ne güzel şeyler var. O kadar güzel fincanlar var. Seramik. El işləri çox səliqəli, fincanlar, güldanlar var. Mən birini bəyəndim, götürdüm. İnşallah Bakıya qaydanda sizə göstərəcəm. Birinci bunu bəyəndim. Çox. Sonra başqasını görüb onu bəyəndim. Daha bunu götürmədim. Eybi yox. Qiymətləri də münasibdir. Bakıdakı seramiklərdən qat-qat münasibdir. Bakıların gözəlliyinə bax. Bunlar neçədir? 15. Çok güzel. Gördük ama şey, güzeller falan. bakın. Bizim yaxşı çox izləyirəm var. Evdə olsun. Biz verir ki, dəyişir. Sağ olun. Tabii yazıklar. Almış alacağım. Mən gətirəsən. Hə, şəkilləri başqa adamdan çəkirəm. Çox qəşəngdir amma hamısı. Aa. Səliqəli. Tökdüm mən, sağ olun. Çox qəşəng. Maraqlı. Çox bəyəndim. Ha, bu qabürçülərinə baxacağım. Bürclər. Bürclər neçədir? O tam indi danışdı. Hə, bildim. Azərbaycanın o tək tükürsə düzələ bilir o. Çox qəşəng. Dəstər də yaxşı da. Bunlar gözəldir bunlar. Heç nə, belə xeyirli olsun inşallah. Daha da
Sağ olun, çox sağ olun. Gel uşaqlar. Tamam peki. Gedək. Al bunu. Bakalım ben mi? Ha, heç olmaz. Gel. Demək, hava muzeyidir, yerdir. Kürəbənd. O yenicə əsra etməyəm arkadası. Ha, o da bilet almalı. Başqa Gel. Abbas. Abla ben şekil çekebilir misin? Evin içi. Evin içinden Gel orada şəkil çək. adıma koyma. Niyə? Ayda, maraqlıdır ya elə. Ağaca bax. Xalda elədən 1500 il sonra. Şəkə bax. Ayda, nə maraqlıdır. Bu ağacın... Bilsən neçə yaşı var bunun? 1500 deyir. Ağacın da yaşı var. Məsələn, bu ağacın 1500-dən çox yaşı var. O, ona surlarına baxın içinin. Ana bura nedir? Burada hamam idi. Ana bu nedir be? O qoyun. Bak bura. Ora hamam. Bak. Qoşa bulaq qızlar. Nedir? Burada qoşa bulaq. Buradan qoşa bulaq. Qoşa axdığı üçün qoşa bulaqdır. Ayca. Dayın ata indi baxıb deyəcəksən nə yazıldığı. Belə. Elə olur su buz kimi. Gəl. Özün tənzimlə. Burada Paskalda ilə yerdi. Adına da oturmuşuq hamımız. Çay içirik. Bu tapda da Sen de tanış. Nerede tanıyır? Abbas bir çok çizsin. Onu akıllı da onu koymak istiyorsun. Heç olmaz koymak Kitab, istiyorsun. göy kitabıdır. Burada da bu İnnaf çiçəyinin qızlar mürəbbəsidir. Biz necə gözəl qoxusu gəlir. Özü bax qızılgül idi. Kızılgül mü bəsləmi? Yox, itburnu çiçəyi dedi. Yox. Ayda itburnu çiçəyi dedi. Baxın bir də yaxın gətirəcəm. Kızılgül mü istiyor? Hər şey yaxşıdır. Burada bir sənin dilənmədir problem. Çox pintirlər. Çək yedik də. O da kənd yürüdü. Çikli o qabın ona da kənd yürüdü. Buna bax. Evet kızlar bunu beğenmədim bir də. Sən yeyəsən qaşıqla. Hə. Bu günləmi rəpəsdir. Bu güldə, bu öcək anadı İsmail Dəri dağın başında. Bax həmin mürəbbədəndir. Gördün, deyirəm sən it burnudur. İtburnu yox, qızıl. Qızılgül rəpəsinin İyi gəlir amma. yerir. Yox, yox, gələ bilər hə. Amma ki yox. Gördün? Qızılgül qarı olur. Qızılgül dünən bizdən yuxarıdan aldılar, Düz razı deyir, qızılgül qarı olur. aldılar, gəldilər, burada aldılar, getdilər, onu qaytardılar, ondan aldılar. Düz deyir. Elə ailə idi. Sən bizə şey ver də, su verərsən də zəhmət olmasa, 2 stəkan uşaqlara. Elə bir stəkan. Hə, Ne olur. olmasın, ben öldürmesin. İstəmirsən? Yaxşı onu. Hə, yaxşı. Çay içsənsə? Baxın. Buna
Göy kitabını bəyəndik. Çay bin peşine sonra bak. Tadı fərqli. Çayla göy kitabı. Ata. Bir tane kız var. Mürəbbələr də qəşəngdir. Mürəbbələr qızlar. Durma. Deyir, Ögey Ana filmində o mürəbbə var. Qabı değil. Zoğalın İtqunun çiçəyindən hazırlanılır. Biz saatda inanın. Instagramda da onu deyib bilməmişəm, burada da. Yere vursan yeri kırılır. Nakır. Ata. Ben saatinde göstermiştim o böyle telefon. Onu böyle neydi falan. Bu çizmişti onu. O telefon var idi ha. Balada. O atandı yere bum. Çay hoşuma geldi. Süzersin. Bura qədər alırsan suyu, elə bir çay tökdün, çəkili otursun, gül suyunu atdın. Suyun tökdün, bura qədər belə. Dəmlənir, tortası yığılır üzünə, söz suyunu töküb içirsən. Ne suyunu tökürsən? Birinci gül suyunu tökürsən. Yox, birinci çayı tökdün. Hə. Sonra gül suyu, biraz bu qədər, çox da tökmək olmaz, az olur. Sonra da çəkili otur, başqa nə gülü Hə, istəyirsən. onunla dəm alır, sonra Atırsan, adi hə. isti suyu Adi tökürsən. isti suyu tökürsən burasına qədər. Dəm alır, başına yığılır, ucu bilinir də dəm almalı. Ondan sonra da başına qədər doldurub belə içirsən. Aha, əla. Çox sağ olun. Siz də sağ olun. Sağ olun. Yadımda qalsın. Hovuz hissəsi də belə böyükdür və çox təmizdir. Pəncərədə çox gözəl görsənir. Belə şezlonglardır, əyləşsiz. İçəridə spa, türk hamamı, sauna var. Hər birində istifadə etmək pulsuzdur. Masaj pullandır qızlar. Müalicəvi, üz masajı, bir neçə cür masaj var bu arada. Onlardan istifadə etmək olar. Və hovuzdan çıxdım, gəldim evə. Saçlarımı az-maz qurutdum, makyajımı elədim, geyindim. Uşaqlar oyun zalındadır. O gün qaynanamın verdiyi sırğalardı bizdə. Onları taxım, bir şey. Yadımdan çıxıb üzüyü götürmək. Üzüyü götürmək. Hazırlayayım. Gidək o tərəflərə bir çıxaq. Burada açıq saç heç cür yaramır. Burada bir dənə mesaj gəlib. Şahin bir görüntülü zəng gelir. Kızlar demək gedirik. Hara? Qaranoğur. Qaranoğurda. Yəni İsmail'in bu yolu göstərmək istəyirəm sizə. Yol o qədər gözəldir. Ben göstərim. Hop. Bu da yolumuz. Sola, sağa bak. Sağa. Onu göster. Aha, sağ da qəşəngdir. Sol da qəşəngdir. Bu arada Rasim 1 kilometre yarım sonra arkadaşına baxın elə. birinci çıkıştan Çok çıkın. yoruldu, Sonra ise yatdı. sola dönün. Belə gedək görək başımıza nə gəlir, ora necədir. Məncə ora gözəldir. Payızda çox gözəldir. Oranın payızda şəkillərini, videolarını görürəm. Ürəyim gedir də deyirəm, ayda nə gözəldir. İnşallah Allah nəsib eləsin. Allahın izni ilə bir dəfə də payızda gələrik Qaranoğura. Payızda çox qəşəng olur ora. Ay no. Adam korkuyorum. Ay ya, bileme. Ay şimdi. Ada. Allah güç yüzüne dövmüş. O iş. Gitti. Aynen.
Kızlar, elə geçen burada meşənin səsi gəlir, çay, sular, orada. Həqiqətən təbiəti çox gözəldir İsmailin. Ay, qabağıma baxın, dağa. Şeyler, ne? Kampingler. Kampingde buralar. Kamp yerləri də var. Bura görəcəksən. Ya. Bura nabeydi burada. Burada şirin maşınlar var. Görür çıxa biləcəyimiz qaranlığın gölünə. Çox maraqlıdır. Bura belə çıxmırsan da mən biləm. Bundan çıxmaq, maşınla çıxmaq olmaz yox. Nədir böyle görün? Görmüyor. Ama 6 lira yapacağız. Tuvalette maşındır. Atlar gəlir ya. Deməli qızlar, getdik Qaranohura. Əslində Qaranohura qalxa bilmədik. Niyə? Çünki əlavə Nivalarla qalxmaq lazım imiş də ora və bizdə də uşaqlarla biraz təhlükəli gəldi də. Nəysə gəlmişik şəhərin mərkəzinə. Bravo market var burada. Bravo. Gəlmişik ora. Gedək baxaq görə nə edirik. Məsələn, su saatlı bir şeylər alaq, sonra gedib bir şeylər yeyəcəyik. Beləncə. Çək baxıram görüm nə var, nə yox buralarda qızlar. Nədir? Ha? Telo. Tela. Əslində elə acımışam. Acımışam istə. Çəkirəm. Nə götürər? Alo. Elə bu şeydə. Aç. Başqa cür qoyuyor. Kopyanı ilk dəfə də görürəm. Ana. Hə can, nə istəyirsən deyə. Su gedək də gedək götürək. Gəl. Yaxşı, gedək sok götürək. Birinci sokla başlayaq. Gəl gör. Şişədir bu. Hə, nə qəribədir elə. Şişə stəkanlar. Gəl görək nə götürürük, gəl. Sular buradadır, gəl Rasim. Masada ol. Masada ol. Təzədir bunlar. Sarı. Aa, gözləməm saç üçün şeyə baxalım. Təmizlik vasitələri var. Demək qızlar, yolda qızıl farel belə bir məkan var idi. Üst tutduq bura. Gedək bir şeylər yeyək. Belə. Yolun düzə də qırağındadır. Gedək. Kızlar, bu ispranı çox bəyəndik ya, qəşəngdir. Genişlik yerə yeməkləri falan necədir? Orada uşaqlar üçün, baxın belə. İsmail'ı, orada da konsert olacaq. Birazdan saat 7'də konsert başlayacaq. Yaxşı məkandır, sakit, ailəvi məkandır. Efraim evlərdə nikahsız qızlar qəbul eləmirlər. Baxdım mən internetdən tez yerlərdən ki, görüm nə var, nə yox da. Buna bax elə. Binokla bax. Binokl yox, nədir o? Onun adı başqadır. Teleskop. Teleskop, hə, binokl. Gəl suda balıqlara bax. Gəl suda balıqlara baxın. Belə bir məkandır. Qəşəng görsənir, qəşəngdir. Rasim gəl bax. Bura bax. Baxın kız da buradan tutub yemək də olar. Farel damsa, namlar. Gözlə Abbas. Abbas. Bura gəl söz deyirəm. İşləyərəm var valla. Hər yer tutuquşlarıdır. Yazğın gəl, amma günün altıdır burada. Gəl. Saxır yanmadım. Bu da saxır. Katamaran belə var. Yaxşı, gəl. Gəl.
mümkünatı yoxdur olan oranı qəbul eləsinlər. Burada da I love Smile. Ayağım su oldu. Gəlin o birinə gedək, gəlin. Su eliblər buranı. Keç də, keç. Ayakkabı soyun. Geçelim. Daha sev. Ne oğlanı geldi? Kaçır. Ha? Onu istiyorsan. Ha, yaxşı. Düş, geyin, sonra gəlib girərsən bura. Aygün, neyinirsən? Neyinirsən? Demək istər, burada ad günü var. Nəsə, Rasimən Abbas, quşu bir oynatdılar, 2 oynatdılar. Abbas nətər qəfəsə vurdusa, qəfəs düşdü, quşun biri uçub. Allahım, deyəcəyim, bu dəqiqə mənə biraz səb gəlib. Dəhşət də yəni. Yoldaşım orada quşu görmüşük deyəsən, getdi baxmağa. Rasim yemek yiyor. Eşk olsun, eşk olsun. Sizin de yanınıza gelecek. Geçen bir mahnı okuyasınız. Usulü cehennem. Aksan şeyleri. Saat gecə 10-a işləyib, uşaqlar hələ də çimir. Bugün axşam azdı adam deyənə rahat uşaqlar çimə bilir. Mən qızlar burada çox ərəblər falan görmədim. 1-2 dənə belə var. Yəni çox ərəblər falan yoxdur, nə yalan deyim. Bəlkə də biz günlə düşməmişik, amma yoxdular. Evet. Bu hissələri də sizə göstərim. Belə lejankalar var, qızlar rahat. Biz buradayıq. Oturmuşuq, mən də girdim. Burada idman zalı var. Orada da siz kimdir? Bu kimdir? Zal tamam oldu. İdman zalı, o yüzden də qızlar üçün, qadınlar üçün var. Spa, sauna, hər bir şey var da, yəni. Güzel, bize baxın. Yorulduq baseyndən. Bugünün sonuna gəldik. Bunları inanın baseyndən çıxardıq, gətirə bilmirdik ki. Miyo, nədir bir şey var, bir şey. Hə, nədir? Qızlar, bu arada buradan bir küncdən şəkil qoyacağım Rasimin şəklində. Görüm siz də yorumlayarsınız. Görüm siz də oxşadacaqsınız ya yox. O şəkil təsəvvür edin. Akım var Instagramda. Uşaq mən və indiki mən deyə. Onu paylaşmışam. Bu arada buna baxın. Çıxıb üzümlə günah alım. Nəysə, paylaşmışam qızlar. Təsəvvür edin. Elə biliblər, elə bilir ki, Rasim özünə göstərmişəm. Elə bilir ki, özüdür deyir, ana mən hara getmişəm. O dərəcədə biz oxşadılar birbirimize. Belə qızlar, saçlarım nəmdir, inanın heç qurutmağa halım yoxdur. Artıq yoruldum. Demirəm, o gün masajın izi hələ də ağrıyır yeri. Bu vlogu sabah paylaşacağım yəqin ki, əgər bilənləriniz olsa, belə bel ağrısına da nə yaxşı gəlirsə, heç olsa sabah çıxıb, şəhərdən də olsa nəsə taparam. Çünki artıq kürək üstə nə otura, nə uzana, yaradır da, əli belə kürəyimə vursan, yaradır. Masaj məni çox ağrıtdı. Belə qızlar, heç nə. Bugün də maraqlı bir gün keçirdik. Bugün istirahətimizin 2-ci günü tamam oldu. Sabah son günümüzdür burada. Yəni sabah da axşamı olacaq burada. Birisi gün inşallah yol tutacaq. Yenə Bakıya qayıdacaq Allahın izni ilə. Görək başımıza nə gəlir. Belə, siz də bəyənib, buraya yazmağı, fikirlərinizi bölüşməyi unutmayın. Hələlik.